Salam, bu videoda sizə Avstriyaya gələndə ilk bir ayda yaşadığım çətinliklər haqqında danışmaq istəyirəm. Əlbəttə ki, xoş tərəfləri də oldu bu çətinliklərin. Ümumiyyətlə başa çıxmadığım, çox məni stressə salan tərəfləri də oldu. Əvvəlki videolarda qeyd elədiyim kimi bunlardan ən birinci yerdə gələn kirayə idi. Kirayə tapmaq problemi. Ondan sonra çətinlik ev tapmaq idi, market mədəniyyəti idi. Ondan sonra dil çətinliyi idi, sonra marşrutlar, hara gedəcəyəm, yəni mənə bu liniyalar, bu avtobus, metro, sonra tramvay o qədər qarışıq gəlirdi, o qədər qarışıq gəlirdi, o qədər yəni başqa-başqa stansiyalara gəlib çıxdığım olmuşdu ki, və insanların davranışı, bilirsiniz, Avstriyalılar biraz soyuqdur. Və bir şey eləyirdim, məsəl üçün mənə çatmırdı, bəyənildimi, çox bəzən donuq reaksiyalarla tez-tez qarşılaşırdım. Halbuki indi buna öyrəşmişəm. İndi özüm avtomatik qəbul olunub-olunmadı. Hər iki əlbəttə ki, düşünürdüm ki, çətinliklərim çox olurdu deyə düşünürdüm ki, görən düz qərar vermişəmmi, bəlkə də hələ də gec deyil, ya ölkəni dəyişim, ya da qayıdım Azərbaycana, bəlkə orada hər şeyi buraxıb geridə gəlməyim dəyməzdi bəlkə də, amma yaxşı ki, yolumdan dönmədim və buna davam elədim. Məsəl üçün, ilk problemlərdən biri dil mədəniyyəti idi. Dili öyrənmişdim, elə bil ki, 2 ay, 3 ay keçmişdi, A2 səviyyəsi, B1 səviyyəsinə çatmışdım. Yəni, gecə-gündüz oxuduğum üçün əməyim nəticəsində çatmışdım. Gələndə heç bir dili bilmirdim, yəni. Deməli, çətini bilirsiniz nədir? Sizə kursda öyrədilən alman dililə Avstriya dialekti arasında fərq var. Və sən dili təzə öyrənmisən, onsuz da bu söz hələ sən mənimsəməmsən. Sadəcə olaraq əzbərə bilirsən bunu. Məsələn, marketə girdim, kassirə deyirdim onu. Ya kassir səni başa düşmürdü, ya da sənin sualına prosta Avstriya dialektindən cavab verir. Amma sən belə deyirsən ki, ay Allah, bu nə danışır, çatmır da sənə. Sən də ya deyirsən, təkrar elə, ya da o qədər yorulurdum ki, deyirdim ki, gülümsüb deyirdim ki, okey, da, passion, yəni başa düşün. Dediyim kimi ev tapmaq. Məsəl üçün, burada təkcə sənin dokumentlərin qaydasında olur, evi aldın deyə bir şey yoxdur. Ev yiyəsi də səni baxıb bəyənməlidir, yəni evini bilməlidir, kimə verir. Və ən pisi odur ki, əgər sən xaricidirsənsə, sən tələbəsənsə, sənin qarşına o qədər şərtlər qoyur ki, illallah eləyirsən. Çox tələbə hətta ona görə gedib tələbə yataqxanasında qalırdı ki, bir dənə o şərt. Sonra burada yaşadığım çətinliklərdən biri də avtobus, yenə deyirəm, o liniyalarda, yəni harasa getməkdə çox çətinlik çəkirdim. Bundan başqa mən Sumqayıtdan gəlirəm də. Bu Sumqayıtda belə idi də, məsəl üçün 7 nömrə ilə çox istifadə edirik. 7 nömrəyə minəndə deyirdim ki, falan məsələn burada saxlayarsan. Amma Avstriyada Astanovkanın düz qabağında saxlayırlar. Hətta yadımdadır ki, bir dəfə Schönbrunna gedəndə gördüm ki, Schönbrunna çatırı, Schönbrunun öz stansiyası var. Ora çatmamışdan elə mən fikirləşdim ki, buradan daha rahat gedərəm. Mən başladım o stopu basmağa. Və öz-özümə belə qəribə gəldi ki, bu niyə maşını saxlamır? Hətta ətrafda mənə insanlar baxır, mən də belə baxıram, üzümü də belə şey eləyirəm ki, bu niyə maşını saxlamır? Ben görmür ki, mən stopu basıram. Onlar mənə qəribə baxırdı, mən də onlara o qəribə baxırdım ki, bəs şeydir də, saxlayardım, burada düşərdim, rahata gedərdim də. Ondan sonra üstündən bir neçə müddət keçəndən sonra özüm də gördüm ki, özüm başa düşdüm ki, yox, burada sadəcə olaraq Astanovkada saxlayırlar da, yəni sən elə şey yoxdur da, deyəsən ki, burada saxla, elə buradan düşəcəm, ya da burada kart sistemidir, yəni 20 qəpik, 30 qəpik verim, 10 qəpik də bizdə 10 qəpik verim, marşruta harasa gedim, elə şey yoxdur. Yəni əvvəl illik kartın var, ya da gediş kartı alırsan kassadan, onunla getmiş olursan, yəni oradakından çox fərq yaşayırdım. Və maşında ən önəmlisi avtobusda qışqıra-qışqıra danışan insan, yəni görərsən, o da mütləq şey çıxacaq, xarici çıxacaq, yəni yerli millət burada avtobusla qışqıra-qışqıra danışım, onu narahat edeyim, belə. Onu hətta eləyəndə insanlar ətrafda bilsən qəribə baxır ki, mədəniyyətsizlik kimi baxır. Əslində bu çox xoşuma gəlir, çünki çox tez-tez olur da, danışırlar, telefonla elə qışqıra-qışqıra danışırlar, sanki ətrafdakılar onun
yəni problemlərini eşitmək məcburiyyətindədir. Ya da dünyada bir tək problem bunda var, başqa heç kəsdə yoxdur. Hamının qanını qaraltmaq məcburiyyətindədir. Ona görə bu mədəniyyətləri çox xoşuma gəlir. Başqa çətinliyim nə idi? İlk aylarda çətinliyim tənha hiss eləyirdim özümü. Elə bilirdim, buranı istədiyimi bilirdim, amma sadəcə olaraq o qədər stres, iş, təhsil, sonra evi dəyişmək, ora köçmək, bura köçmək, bəzən adam deyirdi ki, ay Allah, bunun sonu varmı? Bəlkə səhv yoldayam. Bir də insan ailəsi üçün darıxır, ailəsi üçün, oradakı əzizləri, dostları, tanışları, ən çox padruqaları. Çünki mənim Azərbaycandakı padruqalarım uşaqlığımdan padruqalarımda, yəni mənə belə 2 illik, 3 illik padruqam yoxdur. Hamısı ya məktəb vaxtından, ya universitetə hazırlıq vaxtından qalan padruqalarımdır. Ona görə ən çox, hətta onların yerini hələ də dolduran olmayıb. Hələ də onlar üçün çox darıxıram, yəni burada dost tanış tapmaq çətindir. Tapsam belə onların yerini heç nə doldurmur. Yəni o tənhalıq hissi həmişə səndə qalır. Yəni bura aid, düzdür, buranı sevirsən, amma bura aid olmadığını hiss eləyirsən. Bilirsən ki, ora aidsən. Məsələn, mən bilirəm ki, mən nə olur olsun Azərbaycana aidim. Çox sevirəm Azərbaycanı və o padruqalarım, məsələn, dost tanış tapmaq, ətraf eləmək burada həddindən çox çətindir. Yəni fərqli insanlar, fərqli mədəniyyət, fərqli mentalitet. Amma Azərbaycan olanda, Azərbaycanda öz insanındır. Ondan yəni öz insanındır. Ona necə podxod edilməyi çox rahatdır. Bilirsən, yəni özünküdür. Amma fərqli mədəniyyətdən olan insanı çətindir çözmək biraz. Yəni hətta onun üçün normal gələn şey sənin üçün normal deyil, ya da nabarod, onun üçün anormal olan şey sənin üçün çox normal. Viyananın bir də ən çox sevdiyim tərəfi hər yerin park olması, təbiət olması, dağlıq olmasıdır. Məsəl üçün burada bizim yaşadığımız yerin həyətində meyvə ağacları həddindən çoxdur. Ondan sonra hər yer təmizdir. Sonra parklar çoxdur. Yəni çıxırsan, məsəl üçün uşaqları bağçaya qoyandan sonra özün üçün çıxıb parklarla gəzə-gəzə evə gələrsən. O insana bir relaks verir, rahatlıq verir. Buranın təmizliyini ayrıca sevirəm, yəni. Mağazaları, outlet mağazalarını inşallah videolarımın birində çəkəcəm. Outlet mağazalarını çəkməyi də həddindən çox sevirəm, yəni maraqlı olur alış-veriş. Avstriyaya gələndə ilk aylarımda yaşadığım bu çətinlikləri bölüşdüm. Amma bir şeyin fərqinə vardım ki, burada yaşaya-yaşaya bir növ buralı olursan, bu çətinliklər hamısı geridə qalır, hər şey yoluna düşür. Və bilmirəm, yaşdan dolayıdımı, çətinliklər insanı gücləndirirmi, ondan dolayıdımı, həyatda fərqinə varsan ki, çətinlik varsa, onun çözümü də var. Yəni bir gün bu çətinlik bitir. Yəni çox da ciddiyə alma. Nə tər olsa da çözürsən gedir. Yəni problem yaranır onu çözmək üçün və çözürsən gedir. Odur ki, başqa bir ölkəyə köçəndə qarşınıza çıxan o çətinliklər sizi qorxutmasın. Zamanla hər şey yoluna düşür. Bəlkə də o çətinliklər olmasa, həyatımızın bir anlamı qalmaz. Məsəl üçün, bu videoda nə danışardım, elə də düşünək. Çalışacağım, sizə uyğunlaşdırım vloglarımı, çünki vlog çəkmək həddindən çox xoşuma gəlir. Dediyim kimi, hər şey yoluna düşür. Belə, vlogumu bəyəndinizsə, kanalıma abunə olmayı, şərhlərdə suallar yazmağı, ya da rəylərinizi, yəni fikirlərinizi bildirməyi unutmayın.